Salam, axşamınız xeyir, əziz tamaşaçılar, əziz dinləyicilər. Bugün Cəvahir Qaraqızı poeziya axşamlarından sizə Aşıq Qızqayıt Kəlbəcəlinin bir şeirindən gəlmişəm. Vətənə şəhid elçinim. Adilə ananın dilindən oğlu şəhid Əliyev Elçin və Əliyev Emin qardaşlarının ruhuna Qubadlının dağlarında gedim səni gəzim oğul. Çəkilməzdi bala dağı, yandım necə dözüm oğul. O torpaqda, səngərlərdə, keşik çəkdin gecələrdə, nəfəsin dəyən yerlərdə. Hey sürünsün üzüm oğul. Vətənə şəhid elçinim, dərdinlə getdi eminim. Dağı göynəyər ürəyim, ağlar qalıb gözüm oğlu. Şuşa, Laçın hər yanında, döyüşmüşəm boran qarda. Rahat uyu bu torpaqda, layla çalım özüm oğul. Bir anayam, ürəyi dağ, dərdimizdən olub dağ. Mən ananı sanmayın sağ, külə dönür közüm oğul. Ey yolunda şəhid balam, axan qanına qurbanam. Sizinlə mən qürurluyam, hər kəlməmdə sözüm oğul. Hər kəlməmdə sözüm oğul. Yaxşı ki, vətənimizin sizi kimi qeyrətli oğulları var. Məkanınız cənnət olsun, əziz şəhidlərim. Mən bütün Azərbaycan, Türkiyə, Turan ellərinin bütün şəhidlərinə rəhmət deyirəm. Və şükürlər olsun ki, Azərbaycan işğal olunmuş torpaqları bax belə mərd, igid, şəhid oğulları, qaziləri, veteranları birgə dəmir yumruqla əl-ələ verib qaytardılar və Azərbaycanımıza biz sizinlə qürur duyuruq. Və Rəbbim bütün oğullarımızı, qızlarımızı qorusun. Azərbaycan Milli Ordusunu qorusun. Azərbaycanımızı qorusun. Çünki Tanrıdan bir arzum var ki, oğullarımız, qızlarımız Allahın rəhmani ipindən tutanlardan olsun. İslami yolla gedənlərdən olsunlar. Sağ olun, sağlıqla qalın, mənim əzizlərim.